Bir məhsulu satdın, pulu qazandın. Bəs sonra həmin müştəri səni niyə xatırlasın? Niyə yenidən gəlib məhz sənin brendini alsın? Biz Amerika bazarında yeni bir brend kurmuşuq. İlk satışlarımızı gedəndə düşündüm, necə edə bilərəm ki, bu müştəri məni unutmasın. Hətta məhsuldan sonra da onun həyatında iz buraxım. Və qərar verdik ki, hər məhsulun qutusuna kiçik bir təşəkkür kartı qoyaq. Kartın üzərində belə bir yazı yazdıq. Əgər məhsulumuzdan məmnunsunuzsa, dostlarınıza da bizdən danışın. Əgər narazısınızsa, bizə danışın. Söhbət təkcə məsuliyyətdən yayınmaq deyil. Söhbət real insan kimi davranmaqdan gedir. Onların səsini eşitməkdən. Amma kartın möcüzəsi bundan bitmir. Bu kartı elə bir materialdandır ki, onun içindəki çiçək toxumları var. Kartı bir neçə saat suda saxlayırsan, sonra torpağa qoyursan və 15-20 günə çiçəklər açmağa başlayır. O müştəri hər dəfə o çiçəklərə baxanda istər-istəməz bizim brendi xatırlayır. O çiçəyin torpağa düşməsinə səbəb olan his sadəcə alış-veriş deyil. Bu bir emosional bağdır. Və emosional bağ təkrar satışın, brend sevgisinin və ağızdan ağıza yayılan reklamın əsas təməlidir. Brend qurmaq sadəcə məhsul satmaq deyil. Əsas məsələ müştərinin sevgisini və etibarını qazanmaqdır. Əgər sən də uzun ömürlü brend qurmaq istəyirsənsə, hər satdığın məhsulu bir insana toxunan hekayəyə çevir. Və unutma, pulu hər kəs qazana bilər, amma müştəri ürəyi qazanmaq o artıq başqa səviyyədir.